Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb. Bu haqda onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib. Qeyd edilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər. Amma Nəsim müəllimin bu təcrübəsi, alicənablığı bizi aldatdı. Bir növ xəstəlik bununla bizi aldatdı. İnandım və mən tək arxayın çıxartdım, Nəsim müəllim yoxa çıxdı. Rəhbərliyin sözlərinə görə Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.